Heç oturub divara baxa-baxa düşünmüsən ki, mən niyə buradayam? Bu boyda kainatda niyə məhz mən? Hər şey 13,8 milyard il əvvəl başladı. Amma elə bir başlanğıc təsəvvür et ki, orada nə bir əvvəl var idi, nə də bir sonra. Çünki zaman hələ icad olunmamışdı. Heç nə yox idi. Sənə heç nə deyəndə ağlına boş bir otaq gəlməsin. Otaq varsa, deməli divarlar var, məkan var. Amma o vaxt o da yox idi. Hər şey bir iynə ucundan milyardlarla dəfə kiçik, amma enerjisi sonsuz olan bir nöqtədə sıxılmışdı. Və birdən bum. Amma dayan, qulaqlarını tutmağa ehtiyac yoxdur. Çünki səs dalğalarının yayılması üçün hava lazımdır. Hava üçün isə atom. Atomlar isə hələ hazırlanma mərhələsində idi. Bu əslində bir partlayışdan çox kainatın bir anda dəhşətli bir sürətlə şişməsi idi. Kainatın ilk saniyəsinin milyonda birində istilik o qədər yüksək idi ki, biz buna enerji şorbası deyirik. Hər şey o qədər qarışıq idi ki, işıq belə 1 metr qabağa gedə bilmirdi. Təsəvvür et, çox dumanlı bir hamam otağındasan və fənəri yandırırsan. Amma işıq sadəcə burnunun ucunda qalır. Bax, kainat ilk 380 min ilini belə kör peşman keçirdi. Sonra nə oldu? Kainat biraz soydu, nəfəs aldı və ilk atomlar, hidrogen və helyum yaranmağa başladı. Amma hələ də hər yer qaranlıq idi. Bu dövrə biz qaranlıq dövr deyirik. Heç bir ulduz yoxdur, heç bir planet yoxdur. Sadəcə kosmosda boş-boş avaralanan nəhəng qaz buludları var. Təsəvvür et, milyardlarla il keçir və sən göyə baxsan, heç nə görməyəcəksən. Tam bir depressiya məkanı. Amma cazibə qüvvəsi dediyimiz o inadkar güc var ha. O bu qazları yavaş-yavaş bir-birinə çəkməyə başladı. Qazlar yığıldı, sıxıldı və birdən ilk ulduzlar yanıb kainatı işıqlandırdı. Bu ulduzlar bizim ilk lampalarımız idi. Amma onlar sadəcə işıq vermirdi. Onlar əslində bir növü mətbəx idi. Onların daxilində sən, mən, telefonun, hətta səhər yediyin o yumurta, hər şeyin tərkibində olan elementlər bişirdi. Ulduzlar öz ömrünü bitirib nəhəng bir partlayışla dağılanda, daxillərində hazırladıkları dəmiri, oksigeni, qızılı, kosmosun hər yerinə səpələdilər. Qanındakı o dəmir, bədənindəki kalsium milyardlarla il əvvəl ölmüş bir ulduzun bizə mirasıdır. Biz hamımız ulduz tozuyuq. Amma hələ ki toz halındayıq. Biraz da gözləyək, çünki dünya hələ planlarda belə yoxdur. Bölüm 2. Dünyanın yaradılışı. Cəhənnəmdən gələn cənnət.